Sağ olun. Hoş geldiniz. Lütfen, içeriye sen iyi yap çok güzel, canlı. Hamısı geldi tutardı, emin ki geldiler. Var, telefonla var, video büyük çekimler 10 gündən sonra verirlər, ehtiyat olun. Salam, hoş gördük hər birinizi, hoş gəlmişsiniz. Sağ olun ki, bizim dəvətimizi qəbul edib. Bu gün bizim bayrağımızı ucalara qaldıran idmançılarımızla görüşə gəldiniz. Gəlin biz İslam oyunlarında olan qaliblərimizi bir alqışlayaq. Bilirsiniz, idman bizim həyatımızın bir hissəsidir və nə xoş bizə ki, bizim cərgələrimizdə Araz Musayev kimi 9 qat dünya çempionu, Avropa çempionu, əməkdar məşqçi, beynəlxalq əməkdar məşqçi, prezident mükafatçısı olan bir igid cəngavər oğlumuz oturub. Gəlin Araz müəlliməli biraz. Araz Musayev həm də mənim mənəvi oğlumdur ya, biləsiniz. Sağ olun. Deməli, Araz Musayev təkcə özü ad qazanmaqla kifayətlənməyib. O bu gün də idmanın önündədir, idmanın sıralarındadır və istəyir ki, Azərbaycan idmanı onun yaşı çoxalsa da gənclərimiz həmin idmanı inkişaf elətdirə çempion olmuşdur. Ancaq bugün Muay Thai Kickbox Federasiyasının prezidenti olaraq yenidən öz idmançı komandasını yetişdirməkdədir. Gəlin Muay Thai'çıların hamısına bir alqışlayalım. Bugün dövlətimizdə yaradılıb bu münbit şərait ki, bax idmançılar belə inkişaf edə bilirlər və o dövlətin verdiyi hüquqlardan istifadə edərək Araz Musayev də həmin işi davam etdirməkdədir. Araz Musayev idmançı olmağından başqa həm də bir vətən sevdalı gəncdir. O vətənpərvər olduğu qədər vətənpərvər. Yəni vətənpərvərlik elə belə sıradan bir şey deyil. Vətən sevdası insanın qanundan, canından gəlir və onu əməlində göstərə bilməkdir. Mən sizə bir haşiyə çıxım. Araz Musayev bir vaxtlar yadınızdadırsa, bir Üzdəmiraq Fəxrəddin